Növbəti sualımızla qarşınızdayıq. Deməli, növbəti sualımız belədir ki, tənliklər sistemi ilə bağlı olan bir sualdır. X kvadrat plus y kvadrat 48 minus x y-ə, x plus y 12 minus kök altı x y hasilinə bərabər olarsa, tənliklər sistemindən x y hasilini tapın deyir. Nə edə bilərik? Bizə verilən ifadənin birinci hissəsində bərabərin sol və sağ tərəfinə 2x y ifadəsini əlavə edək. Alınan nəticədə bizə verəcək ki, müxtəsər vurma düsturlarına görə x plus y-in kvadratı, sağ tərəfi isə 48 plus x y verəcək. X plus y-in əvəzinə 12 minus kök altında x y ifadəsini yazsaq ki, kvadratı 48 plus x y hasilinə bərabər olacaq. İki ifadə fərqinin kvadratını yazırıq, olacaq 144 minus 24 kök altı x y plus x y bərabər sağ tərəfdə 48 plus x y olur. Bu ifadələri islah eləsək 0, 24 kök altında x y bərabər olacaq 144 minus 48-ə ki, bu da 96-nı verir. Ardınca kök altında x y taparkən 96-nı 24-ə bölməliyəm. Bu bizə 4 verəcək ki, x y hasilini taparkən hər tərəfi kvadrata yüksəltmək lazımdır. Nəticədə cavab 16 olacaq. Doğru cavabımız C variantı. Keçək 25-ci sualımıza. 25-ci sualda üslü ifadələrdir və bunu sadələşdirmək lazımdır. 1-i 1-in kubu kimi yazsaq, 5 üstü 3x ifadəsini 5 üstü x-in kubu kimi düşünsək, 1 minus 5 üstü x olacaq 1 plus 5 üstü x plus 5 üstü 2x. Yəni, qısaca düsturu yadımıza salaq. A kub minus b kubun asılışıdır. A minus b, a kvadrat plus ab plus b-nin kvadratı şəklində asılışı olur. Məxrəci isə 5 üstü 2x plus 5 üstü x plus 1-dir. Yəni, bu ifadələri ixtisar apara bilərik. Sağ tərəfdə mənfi 624-dür. 1 minus 5 üstü x mənfi 624-ə bərabər olanda 5 üstü x ifadəsi yerlərini dəyişsək 625 alınır. 625 isə 5 üstü 4-dür. 5 üstü x 5 üstü 4-ə bərabər olursa, demək ki, x-in qiyməti də 4-ə bərabərdir. Doğru cavabımız x-in qiyməti 4 olduğu halda alınır.